Bugün sizinle birlikte elə bir atıştırmalık hazırlayacağıq ki, hem uşaqlar məktəbə sevinə-sevinə aparacaq, hem də süfrəyə qoyanda hamı birinci buna uzanacaq. Xəmiri bulka kimi yumuşaq, içi isə sosiska və pendirlə dolu. Möhtəşəm bir dad. Gəlin başlayaq. 1 yemək qaşığı maya, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı un, üzərinə ılık su əlavə edirəm və mayanın gəlməsini gözləyirəm. Kənarda 6 stəkan un, üzərinə duz əlavə edirəm, gəlmiş mayanı əlavə edirəm. Kənarda 1 stəkan su və süd qarışımı olmalıdır. İlıq olmalıdır ki, xəmir yoğurduqda xəmirim gəlsin. Və xəmirin içərisinə duru yağın 4də 3-ünü əlavə etdim. 4də 1 hissəsini də xəmir toparlamaq üçün istifadə edirəm. 40 dəqiqə ərzində xəmir gəlir. Ona görə də başlayıram içərisini hazırlamağa. İçli üçün mən sosiskadan istifadə etdim. Mən də tərəvəzlər uşaqlar çox sevmədiyi üçün pomidorun yarı hissəsini kəsdim, qoydum və Holland pendiri qatdım. Siz istəsəniz biberlərdən və istədiyiniz tərəvəzlərdən istifadə edə bilərsiniz. Və başlayıram sosiskanla pomidoru doğramağa və Holland pendirini də süzgəcdən keçirirəm, kənara qoyuram. Xəmir gəldi. Xəmirin basını yaxşı aldıqdan sonra bu formada kəsirəm və kündələrə bölürəm. Qeyd edim ki, kündələri də hazırladıqdan sonra 15 dəqiqə ərzində kündələri də biraz yumşalmağa qoyuruq. Sonra içlikdən qoyuram və yayıb bükməyə başlayıram. İçliyi qoydum və kənarlarını bükdükdən sonra yağlanmış və un səpilmiş listə qoyuram hər birini. Bu üsulla mən pomidordan az istifadə etdim. Yenə də qeyd edirəm, istədiyiniz tərəvəzlərdən istifadə edə bilərsiniz. Üzərinə süd əlavə edirəm, kənara qoyuram hər birini və üzərinə küncüt və çörək otunu səpirəm. Ortadan kəsiyi atıram və biraz kənara yaydıqdan sonra 200 dərəcəli sobada 40 dəqiqə ərzində üzəri biraz qızarana gözlədirəm. Ən sonunda üzərinə çay dəsmalı qoyuram 15 dəqiqə ərzində ki, biraz da yumşalsın. Ondan sonra atıştırmalıqları servis edə bilərsiniz. Siz də bu üsulla hazırlayın. Həm rahat, həm dadlı. Məktəb üçün, piknik üçün və ev əhli üçün əla bir atıştırmalıqdır. Siz də hazırlayın. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.